Salam əziz dostlar, hər vaxtınız xeyir olsun. Sizinlə mən Elçin Quliyev, Klasik yoga məktəbi Azərbaycanda. Dostlar, bu günləri mən 7-ci gündür ki, aclıq edirəm. Onun 3 günü mən quru aclıq elədim. Bu növbəti günlər mən su ilə aclıq edirəm. Hal-hazırda mən yoga festivalındayım. Özümü yaxşı hiss edirəm. Yəni aclıq eləmək, bunun faydası çoxdur. Faydası çoxdur. İnsanın yəni təmizlik gedir. Ümumiyyətlə bədəndə təmizlik prosesi gedir. Onu insan özü hiss eləyir. Bəli, bu çətindir. Biraz bu da hal-hazırda dərs gedir, onun səsi. Əlbəttə ki, praktikadan qabaq, aclıqdan qabaq təmizlik texnikalarını, bastikriya, kuncala, bunları eləmək çox vacibdir. Yəni əgər kim bunu praktik eləmək istəsə, mənlə əlaqə saxlayın, yəni bölüşüm sinə fikrimizi. Hamıya uğurlar, sağ olun.